Mən Zülfüqarlı Xəyalə, şəhid Zülfüqarlı Zeynalın bacısı, böyük bacısı. Mənim qardaşımla bağlı çox gözəl xatirələrim var. Şəhid olduğum ilə müddətə qədər eyni şəhərdə yaşayırdıq. Yəni demək olar ki, o kollecə qəbul olub 9 sinifdə biz bir-birimizə tam da rahat görə bilməmişəm, amma son bir ili çox yaxşı keçirdik, bir-birimizə adətən biz doyurduq. Mən qardaşımın bu qədər ürək açıq, bu qədər xeyirxah, bu qədər mülayim biri olduğunu təşəkkür olsun ki, şəhid olandan sonra daha aydın görməyə başladım. Adam bəzən özündəki xəzinədən xəbəri olmur, ta ki onu itirənə qədər. Bizim də xəzinəmizdən o itirəndən sonra xəbərimiz olmur. Bu hadisənin bizim başımıza gələcəyini biz əsla düşünməzdik. Çünki bizim ailə daha çox vətənpərvər, atam bizi çox vətənpərvər yetişdirib, böyüdüb, təkcə qardaşlarım yox, o cümlədən mən də. Orada cəbhədə, orada itən hər bir can üçün, şəhid olan hər bir igid üçün biz evimizdə yas saxlayırcasına üzülürük. Hətta mənim yadımdadır, Şirvan bu 2-ci Qarabağ döyüşlərində Şirvanın ilk şəhidi gələndə mənim onun adeta ayaq yalın başa getmişdi. İlk şəhidin yerinə. Ona görə də hamısının öz içimizdə o qədər bizimki kimi mənimsəmişdik ki, qardaşımın şəhid gəlmə düşüncəsini biz hələ də qəbullana bilmirdik, qəbul edə bilmirdik, hələ də qəbullana bilmirdik. Mənim valideynlərimin ünsiyyətdə olan kimindən soruşsuz, onlar deyər ki, adeta şəhid evinə gələndə, şəhid evinə yox, kimin isə qonağı gəlmiş kimi gözləyirlər. Elə bil Zeynal hardasa işlədi, bu dəqiqə gələcək. Heç yas yeridir, yas evidir, bizim ev heç vaxt elə deyil. Ne diyeyim, əslində bəlkə başqa vaxt olsaydı, ilin günün başqa vaxt olsaydı daha rahat danışa bilərdim, amma bu gün onun ad günüdür. Bu ad günü olanda daha çox qəlb qırıqlığı yaşayıram. Bir söz oxumuşdum. Deyir ki, adam əzini itirəndə həyatın rəngini itirir. Həqiqətən də mən o sözün gerçəyini yaşayıram. O bizim əzizimiz idi. Biz həyatımızın rəngini itirik.